Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve bari'il halaiqil ecmaîn. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alamin ve tabibi nüfusina Ebil Qasim Muhammed. وآله الطيبين الطاهرين المنتجبين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في كتابه الكريم: بسم الله الرحمن الرحيم. إنما يوفى الصابرون أجرهم بغير حساب. صدق الله العلي العظيم. Eyyuhel mu'minun usikum ve nefsi bi tekvallah. Əziz möminlər, sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Allah Teala bizləri inşallah təqva əhlindən qərar versin. Bugünkü mövzumuz, cümə mövzusu səbir mövzusudur. Allah Teala həmçinin bizləri səbir əhlindən qərar versin inşallah. Səbir termin olaraq götürdükdə hər kəsin başa düşdüyü şəkildə üzüntü, başa gələn müsibət və bəlalar qarşısında insanın müqavimət göstərməsi və mənfi hadisələri müsbət hadisələrə çevirmək üçün səy etməsidir. Göründüyü kimi, yəni terminoloji mənadan da göründüyü kimi, səbr etmək insandan bir səy tələb eləyir. Bir cəhd tələb edir ki, insan mənfi hadisələri müsbət hala çevirə bilmək qüdrətinə sahibdir və bu yolda səy göstərsin, cəhd eləsin. Səbrin ziddi təlaşdır, sonra qayğıdır, şikayətlənməkdir. Bunlar səbrin ziddidir və səbir ağıl və zəkanın ifadəsi sayılır. Yəni, səbir insan ağlından və insan zəkasından qaynaqlanır. Amma onun əksi olan təlaş, qayğı, hər hansı bir problemdə şikayətlənmək isə bunlar acizliyin ifadəsidir. O mənada deməli, səbir insan iradəsinin həm də gücündən xəbər verir, insan iradəsinin işləməsindən xəbər verir. Ağıllı insan buna görə haramlardan uzaq qalmaq mövzusunda göstərilən səbrin Allah Taala'nın əzabına səbr etməkdən daha asan olduğunu bilir. Yəni, bilir ki, qiyamət günündə günahlarımıza görə hansısa bir günaha səbr etməsək, yəni o günahı yerinə yetirsək, günahın müqabilində səbr etməsək, qiyamət günündə Allahın əzabı var. Və bu əzabı üstün bildiyi üçün o daha özü üçün, öz meyillərinə, öz nəfsinin əksinə hərəkət edərək, səbir göstərməklə Allahın əzabından özünü yayındırar ağıllı insan. Səbir nəfsi təlaşdan, dili şikayətdən qoruyar. Yəni, bir insanın nəfsi səbirsiz olsa, həmişə təlaşda olar. İnsan həmişə, yəni, qayğı içərisində olar. Müxtəlif problemlərin içərisində özün həmişə çulğalanmış görər. Və həmişə dili şikayətdə olar. Ya xəstəliyindən şikayət edər, ya ruzisinin azlığından şikayət edər, ya hansısa bir problemlərin olmasından şikayət edər. Şikayət də Allah Taala'nın sevmədiyi bir şeydir ki, insan düşdüyü sıxıntılardan, çətinliklərdən daima şikayətçi olsun Allah Taala'dan. Bəzən özündən asılı olan şeydən də şikayət edir. İnsan övladı, bu hadisələrin bir çoxu insanın özündən asılıdır, öz ixtiyarındadır. Amma bu hadisələrin bir çoxu da öz ixtiyarından kənardır. Yəni, bunlar özü də müxtəlif qismlərə bölünür. Bəzən insan öz ixtiyarından kənar olandan da şikayət edir. Amma öz ixtiyarında olan şeylərdən də, yəni dəyişə biləcək şeylərdən də şikayət eləməkdən geri qalmır. Və bu mənada bəzən insan həm bolluqda, həm darlıqda sükunətini qoruya bilmir. Amma səbirli olmaq insanı,
Yəni bu ərdəmə, bu gözəl xüsusiyyətə sahib olmaq insanı daima sükunətdə və təmkində saxlayar. Ona görə Həzrət Peyğəmbərimizdən səbr haqqında soruşanda Həzrət Peyğəmbərimiz buyururdu ki, səbr imanın özüdür. Yəni imanın özün səbrlə izah edir. Deməli, səbr imanda o qədər mühüm bir yer tutur ki, insan övladı müxtəlif hadisələrə, müxtəlif baş verən olaylara və yaxud öz həyatında, öz ixtiyarı, özündən asılı olan, olmayan hadisələrə səbr göstərməklə insan övladı dininin yönünü müəyyən edə bilir. Bu mənada səbr bir dünya görüşdür. İnsanın mənəvi aləminin dünya görüşüdür. Necə ki, başqa bir xüsusiyyətlər, başqa gözəl xüsusiyyətlər, məsələn, Allah Teala'dan razı qalmaq xüsusiyyəti insan üçün bir dünya görüşdür. İnsan elə eləyə bilər ki, özünü Allah Teala'dan razı qalmaq xüsusiyyətini qazanar və o dünya görüşlə həyata baxar. Dini dünya görüşünü o cür formalaşdırar. Bütün bunlar deməli insanın özündən asılıdır. Ona görə buyurulur ki, hər kəs öz nəfsini tanımağa çalışsın. Öz nəfsi insan şünas olsun. Hər kəs insan şünası ola bilsə, yəni özünü tanıya bilsə, öz dünya görüşünü düzgün formalaşdıra bilsə, onun Allaha qarşı da olan mərifəti, dünya görüşü düzgün formalaşar. Hər şey insanın özündən başlayır. Ona görə buyururlar ki, bir insan kimlərisə, bir cəmiyyəti islah eləmək istəyirsə, yaxşı olar ki, bir nəfəri islah eləsin. Çox yaxşı olar ki, bir nəfəri islah eləsin. O da, o bir nəfər də yaxşı olar ki, onun özü olsun. İnsan özü özünü islah edə bilsə, həyata doğru düzgün dünya görüşlə baxa bilsə, elə o cəmiyyəti islah eləmiş kimidir. Cəmiyyətdə də hər bir fərd özünə bu şəkildə yanaşa bilsə, bu mənada yəni elə cəmiyyət özü də dini doğru düzgün idrak edənlərdən olar, inşallah. Səbirli olmaq çətin bir işdir. Amma səbirli olmağı elm və əməllə qazanmaq mümkündür. Əvvəla səbrə insan övladı səbrin elminə sahib olmalıdır. Səbir nələrin müqabilində səbr eləməlidir? Səbrin yöntəmlərini, növlərini bilməlidir və sonra onu öz əməlində tətbiq eləməlidir. Tətbiq eləyə bilsə, ona vərdiş eləyə bilsə, o vərdişi nəfsində qazana bilsə, çünki hər bir şey, hər bir xüsusiyyət, hər bir dünya görüş tətbiqlə mümkündür. Öz həyatında tətbiq eləməsən, vərdişə çevirməsən, o dünya görüşü qazanmaq mümkün deyil. Bu mənada səbrin özünü də qazanmaq üçün öz həyatında tətbiq eləməli və onu vərdişə çevirməklə səbir xüsusiyyətini qazana bilər. İnsan övladı nəfis və dəyərli bir şeyi əldə eləmək üçün həyatında səviyyəsiz və dəyərsiz olan bir şeyi əldə verən insan buna görə qəmgin olmaz. Yəni səbr etməklə, yəni o böyük ərdəmliklə səbr edərək bir hadisəyə, bir şeyə ki, qiyamət günündə onun müqabilində böyük bir mükafat alacaq, həyatdakı dəyərsiz bir şeyin müqabilində səbirsiz göstərib, amma onun nəticəsində qiyamətdə ondan mükafat ala bilməyəcəyini bilən insan təbii ki, səbri seçər və daha böyük qazancın qarşıda onu gözlədiyini, daha böyük mükafatın onu qarşıda gözlədiyini bilər və bu ilahi təqvaya, ilahi dərsə, yəni daha doğrusu ilahi rəngə özünü boyamağa çalışar. İnsan vücudunda həmişə yəni insanın mənəvi və maddi vücudunda həmişə din istəyi ilə, yəni ilahi istəklərlə insanın həvəs istəyi, nəfsani istəkləri arasında həmişə mübarizə gedir. Xüsusən də bu mübarizə çox şiddətli və onun da meydanı inanclı insanın qəlbindədir, yəni düşüncəsindədir. Dinin köməkçisi, yəni dini dünya görüşün, dini təfəkkürün köməkçisi Allahın dəstəsinə yardım eləyən mələklərdir. Amma şəhvət və həvəsin köməkçiləri isə Allah Taala'nın düşmənlərinə yardım eləyən şeytanlardır. Səbr din ilə şəhvət istəyi arasında, qarşısında səbatdan ibarətdir. Yəni səbr eləmək din və
nəfsi istəklər, dünya istəkləri qarşısında insanın sabit qədəmliyindən ibarətdir. Həmin səbat halı, yəni səbir iki qismə bölünür. Birinci qism budur ki, bədən ilə səbirli olmaq. Yəni insan övladı bədən ilə necə səbirli ola bilər? Bədənin məşəqqətlər qarşısında dözümlü olmasını məsələn qeyd etmək olar. Məsələn, çətin ibadətləri yerinə yetirmək özü bədənlə məşəqqətdir. Yəni çətin ibadət o deməkdir ki, gündüzlər oruç tutasan, yayın istisində, gecələr də durasan Allah qarşısında ibadətə durasan. Bunlar ibadətin özündəki bu məşəqqətlərdir. Və yaxud insanın bədənində olan hansısa bir xəstəlik, bir yara, bir sıxıntı səbəbindən olan bədənlə göstərilən səbir. İkinci, nəfs ilə səbirli olmaq. Yəni insan öz nəfsi ilə. Səbrin bu növü insanın özünü nəfsani istəklərdən saxlaması mənasındadır. Ki, bir insanın xüsusən ən zəif nöqtəsi olan cinsi ehtirasdır və mədə istəkləridir. Yəni yemək içməkdir. Bununla nəfsini doyurmağa çalışar. Öz nəfsini, istəklərini qarşılamaq istəyər. Bundan başqa, yəni bunlar nəfsi istəklərin səbirli olmaqdır, nəfsi istəklərin qarşılığında. Amma ağlayıb, sızlamaq, fəryad eləmək və bunun kimi şeylər də əks müqabildə qərar tutur. İnsanın dözümlü olması özü fərqli sahələrdə özünü göstərməlidir. Məsələn, sərvət, mal, dövlət tələbi müqabilində insanın dözümlü olması nəfsin hifz edilməsi sayılır. Hər bir insan istəyir ki, bu dünyada varlı olsun, imkanlı olsun, qüdrətli olsun. Özünü daima başqalarından daha üstün görmək istəyindədir. Bu mənada sərhədsiz, yəni sərhədləri aşıb keçən, halal sərhəddin keçib haramlara qədəm qoyaraq bu var dövləti əldə eləməyin qarşısında dözüm göstərməyin özü nəfsi qorumaqdır. Nəfsi hifz eləməkdir. Onun əksi isə üsyandır və naşükürlükdür. Başqa bir dözüm, məsələn, müharibədə, düşmən qarşısında müharibədə olmaq şücaətdir. Onun qarşısında, düşmən qarşısında qorxaqlıq isə, ziddi isə qorxaqlıq adlanır. Və yaxud qəzəbi udmaq, bu özü də bunlar hamısı səbrin içərisindədir, səbrin daxilindədir. İnsan qəzəblənən vaxt, birisi ilə hansısa bir müzakirədə, hansısa söhbətdə qəzəblənən vaxt, qəzəbini udmaq, özü qeyzini udmaq helmdir. Yəni səbrin helm dərəcəsidir. Onun əks müqabili isə qəzəbdir. Və yaxud insanı zara gətirən bəzi hadisələr qarşısında insanın köksünün genişliyi bu hadisə, yəni bu dözümlülük köksün genişliyidir. Məsələn, Allah Teala Həzrət Peyğəmbərimizə buyurur ki, müşriklər ki, Həzrət Peyğəmbərimizi daim incitdilər. Hətta Məkkədən çıxmağa məcbur oldu, Taifə getdi. Allah Teala Quran-ı Kərimdə İnşirah surəsində buyurur: "Ələm nəşrah ləkə sədrak." Ya Peyğəmbər, biz sənin bu cür sıxıntılar və çətinlikləri qarşılamaq üçün öz köksünü, sənin köksünü genişləndirmədikmi? Yəni sənin köksünü, sinəni genişləndirdik ki, sən bu əzab, əziyyətə, cəmiyyətinin olan, sənə qarşı olacaq əziyyətlərinə dözə biləsən. Bu köks sinə genişliyi deməkdir. Onun ziddi isə qəlbin darlığıdır. Yəni dözümsüzlüyüdür. İnsanın dözümü müəyyən bir sirrin gizlədilməsi üçün, buna da nə deyirlər? Səttarul uyub, sitrul uyub. Səttarul uyub Allahın ismidir, bütün eyibləri örtəndir. Amma gizlətmək və belə bir sifətin sahibi olmaq, saxlamaq, bu özü də səbirdən sayılan məsələlərdir. Bütün bunlar əsasən səbrin iman əxlaqının çoxunu özündə cəmləşdirdiyi və insanın özü üçün bir rəhbər olduğunu görmək olar. Yəni səbir insanın həyatda imanla yaşaması üçün bir rəhbər rolunu oynayır. Deməli, hər sahədə bizə səbrə ehtiyac var, dözümə ehtiyac var. Ona görə də Həzrət Peyğəmbərimiz imanın nə olduğunu soruşanda, imanın səbirdən ibarət olduğunu buyurmuşdur. İman səbirdən ibarətdir. İnsan heç bir halda səbirdən ehtiyacsız deyil.
Çünkü dünyada karşılaştığı, müşahidə elədiği şeyler ya onun təbii meyliyle müvafiqdir, insanın təbii istekləriyle kanuna uyğunluq təşkil edir karşılaştığı hadisələr, ya da onun təbii meylinin əksinədir, tərsinədir. İndi hər iki halda səbirli olmaq, yəni o hadisələrdə hər iki halda səbirli olmaq bir mömindən, müsəlmandan tələb olunur. Yəni din bunu bizdən tələb edir. Ya bizim nəfsimizə uyğun olan olsun, bizim nəfsimizi oxşasın, halal olsa belə, ya da ki nəfsimizin əleyhinə olsun. Məsələn, birincisi budur ki, insanın təbiəti və meyli ilə müvafiq olanlar dedikdə, məsələn, sağlamlıq. Sağlamlıq kim istəmir ki? Hər kəsin nəfsi, hər kəs özünü sağlam görmək istəyir. İstəyir ki, möhkəm olsun, sağlam olsun, xəstələnməsin, xəstəliklərdən uzaq olsun. Mal, dövlət, insanın meyli ilə üst-üstə düşən dünya işləridir. Dünya məsələləri, şöhrət, ailə, qohum-əqrabanın çoxluğu, həyat ləvazimatının, yəni müxtəlif çeşidli olması, ardıcılları, məsələn, insan olar biraz məhşur olar hansısa bir sahədə, onun ardıcılları yaranar, yəni onun tabiyinləri, ona tabi olanlar, onun düşüncəsində olanlar və dostlarının çoxluğu, həmçinin dünya həyatında insan üçün ləzzətli olan bütün şeylər nəzərdə tutulur ki, bunlar insanın meyli ilə üst-üstə düşən şeylərdir. İnsan bunların müqabilində olduqca səbirli və dözümlü olmağa möhtacdır. Yəni, dost tanışın çox olmağının müqabilində insan səbirli olmalıdır. Mal dövlətinin müqabilində insan dözümlü olmalıdır. Ailəsinin, oğul uşağının, qohum əqrəbasının, şanının, şöhrətinin böyük olması, geniş olmasının müqabilində səbirli olmalıdır. Deyəcəksiniz ki, burada nə var ki, bunlar hamısı mübahdır. Amma xeyr, ən böyük səbir elə burada tələb olunur. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, İnnəl insənə lə yatğa ər-ra'ahu istəğnə. İnsan özünü başqalarından ehtiyatsız görən halda o tüğyan eləyər, o hədləri aşar. Elə ki, insanın malı, varı, şanı, şöhrəti, dostları, ardıcılları, onun ətrafına yığışan insanlar, onun fikri ilə üst-üstə düşən insanların çoxluğu çox olanda insan neyniyər? Özündən razı olar və həddi aşar və ehtiyatsız bilər, özünü başqalarından ehtiyatsız bilər. Ona görə ariflərdən biri buyurur ki, inanclı insan bəla müqabilində səbirli ola bilər. Bir bəla, müsibət üz verəndə inna lillahi və inna ileyhi raciun deyə bilər. Lakin afiyət hallarında, yəni rahatlıq halında siddiqlərdən başqa heç bir kəsin səbr etməyə gücü çatmaz. Yəni insan rahat olan halda, dost tanışının, malının, dövlətinin, ailəsinin, qohum əqrabasının çox olduğu bir vaxtda, bir mühitdə, bir ab-ı havada siddiqlərdən başqa heç kəs bu şeylərdə səbirli, dözümlü ola bilməz. Çünki onlar, siddiqlər güclüdürlər. Günahdan qorunmaq yollarından biri də gücsüzlükdən ibarətdir. Günahdan qorunmağın yollarından biri özünü ehtiyatsızlıqdan qoruyasan. Yəni özünü gücsüz biləsən. Allah qarşısında gücsüz biləsən. Halbuki insanın ki, bütün o ətraf mühiti, bayaq sadalananlar öz yerini tapanda, olanda insan özünü problemsiz hesab edir. İnsan özünü həyatda güclü hesab edir. Öz nəfsində qüdrət sahibi hesab edir. Və bu qüdrət düşüncəsi Allahın qüdrətinin sərhədlərinə necə deyirlər, yaxınlaşdırır. İnsan az qalır ki, Allahın qüdrətini sinirlərin keçsin, sərhədlərin keçsin. Allah Teala öz bəndələrinin mal, dövlət və övlad fitnəsindən qorxudaraq belə buyurur. Yəni bu cür nemətlərin çoxluğundan Allah Teala insanı qorxudur, təhzir edir. Buyurur ki, Bismillahirrahmanirrahim. Ya eyyühellezine amenu, la tulhikum emvalakum ve la avladakum an zikrillah. Ey iman getirenler, ne mal dövlətiniz, ne oğul uşağınız, yani sizin malik olduğunuz nimetler sizi Allah'ın zikrinden yayındırmasın. Yani siz bütün bu nimetlere sahip olarak Allah Teala'nın zikrinden uzak düşebilirsiniz. Yani insan evladı
uzaq düşər. O mənada Allah Teala bizləri xəbərdar edir, qorxuzur. İkinci növ, insanın təbiəti və meyli ilə müvafiq olmayan hadisə və işlərdir ki, yəni insanın meylinə müvafiq deyil, əksinədir. Ki, buna rast gəldikdə bunu da bir neçə qismlərə bölmək olar. İnsanın ixtiyarında olanlar və insanın ixtiyarında olmayanlardır. Bunlardan bir qismi insanın ixtiyarında olanlardır ki, o cümlədən ibadət və ya günah adlanan bütün işləri özündə ihtiva edir. Bəzən deyirlər də, yəni hədis var ki, səbir üç şeyə aiddir. İbadətə aiddir, ibadətdə səbir eləmək, günahda səbr eləmək, dözmək, günah qarşısında, bir də bəla qarşısında səbr eləmək. Bunların birinci ikisi, ibadət və günahda səbr eləmək insanın öz ixtiyarında olan məsələdir. Onu zikr edir ki, bu sahədə səbrə ehtiyacı var. Çünki onun nəfsi təbiətcə bəndəçilikdən qaçan və ağalıq etməyə can atandır insanın nəfsi. İnsan nəfsi bəndəçiliyə boyun əyməz hələm-hələm. İnsan daima özünü üstün görər, özünü ehtiyatsız görər. Ona görə ibadətdə səbir, ona görə istənilir ki, insan ibadət etməyə, qulluq etməyə özünü məcbur eləsin. Allaha qul olmağa özünü məcbur eləsin və orada dözüm göstərsin, səbat göstərsin. Digər tərəfdən namaz kimi bəzi ibadətləri yerinə yetirməkdə tənbəllik, zəkat kimi bəzi əməlləri yerinə yetirməkdə xəsislik göstərər insan. Həmçinin həcc kimi, cihad kimi məsələlərdə xəsislik və yorğunluğa görə səbirsiz olar insan, yəni dözümsüz olar. İnsan üç halda ibadətlərə səbirli olmağa möhtacdır. Birincisi, insan hər bir əməli həyata keçirməzdən öncə niyyətini islah eləməlidir. Yəni, niyyət mühüm məsələ olduğu üçün, bax fikir verirsiniz, innəməl ə'məlu bin niyyət, Həzrət Peyğəmbərimizin buyurduğu kimi bütün əməllər niyyətə bağlıdır və ya və mə umiru illə liya'budullaha muxlisinə ləhuddin. Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək ibadət etsinlər. Ayət-i kəriməsi insandan ixlas tələb edir. Niyyətinin saflığını tələb edir. Yəni, riyakarlıqdan çəkinmə tələb edir. Bütün bunlar əməllərin dəyəri yalnız niyyətdədir deməklə, ibadətdə birinci niyyəti saf eləmək. İbadətdə səbirli olmaq, birincisi niyyəti saflaşdırmaq, doğrulamaq. İkinci məsələdə, İnsanın öz ixtiyarından xaric olan işlərin baş verməsidir ki, onu kərarlaşdırmağa qadir olduğu işlərdir ki, buna misal olaraq, məsələn, hər hansı bir söz və ya rəftara görə əziyyətə məruz qalmasıdır ki, insan öz ixtiyarından asılıdır. Hansısa bir sözə, rəftara, pis rəftara məruz qalır. Amma onu aradan özü qaldıra bilər. Öz ixtiyarında deyil, amma onun nəticələrini aradan özü qaldıra bilər və yaxud hər hansı bir əziyyətin müqabilində elə ondan sonra anında intiqam almağa çalışmamaq. Kiməsə qarşı kin, küdurət saxlayıb ondan intiqam almağa çalışmamaq. Allah Quran-ı Kərimdə buyurur: وَلَنَسْبِرَنَّ عَلَى مَا أَذَيْتُمُونَ. Allah ilahi elçilər dedilər, bizə verdiyiniz bütün əziyyətlərə əlbəttə dözəcəyik. Yəni, bu Peyğəmbərlərin xüsusiyyətidir. Anında insanı neynəmək, ona əziyyət verənləri cəzalandırmamaq. Və yaxud, وَدَعْ əzəhum və təvəkkəl aləllah. Onların, kafirlər və münafiqlərin sənə olan əziyyətinə əhəmiyyət vermə və Allah Taalaya təvəkkül edə və digər bu qəbildən Quran-ı Kərimdə ayət-i kərimələr var ki, Həzrət Peyğəmbərimiz də buyurur ki, səninlə əlaqə kəsənlərlə əlaqə yarat. O kəslər ki, səninlə silə-i rəhmi kəsirlər, sən onlara baxma. Onlar hansısa bir nəfsi səbəblərdən, hansısa dünya məsələlərinə görə, məsələn, qohumdur, əqrabadır, qonşudur. Bəzən görürsən ki, bir müsəlmanla əlaqəni lazımsız dünya hadisələrinə, dünya tələblərinə görə əlaqəni kəsər. Ancaq Həzrət Peyğəmbərimiz buyurur ki, buna baxma, sən əlaqə yarat. Niyə? Səni məhrum edənlərə bəxşiş elə və sənə zülm edənləri bağışla, deyə Həzrət Peyğəmbərimiz buyurur.
Digər üçüncü qismi isə insan öz ixtiyarında olmayan işlərdir ki, bu da yəni hadisələrdir, yaxın insanların vəfatıdır, mal dövlətin əldən getməsidir, xəstəlikdir, digər bəlalardır. Bunlar haqqında inşallah növbəti yəni xütbədə inşallah zikr edərik. Allahın veririk izzətinə, cəlalına. Allah Taala dünya müsibətlərini bizə asanlaşdıran yəqin əta eləsin bizlərə. Allah Taala bizə səbirlə fərəcin, qurtuluşun intizarını çəkməyi nəsib eləsin. Çünki bu bir ibadətdir. Allah Taala o fərəci, o qurtuluşu tezliklə hər birimizə, hər bir müsəlmana nəsib eləsin və onun timsalı, onun nümunəsi Həzrəti İmam Zaman ağanın zuhurun təzil eləsin. Onun niyyətə salavat zikr edə. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad, Allahus samed, lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Sadakallahul aliyyul azim. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve bari'il halaiqil ecmaîn ve salatu vesselamu ala seyyidina ve nebiyyina habibi ilahil alamin bil Qasim Muhammed. وعلى وصيه وخليفته يعصوب الدين أمير المؤمنين علي بن أبي طالب وعلى قرة العين الرسول الزهراء البتول وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة المهدي العسكري. عجل الله تعالى فرجه الشريف أرواح العالمين لتراب مقدمه الفداء. اللهم افتح علينا أبواب رحمتك ويسر علينا خزائن فضلك وكرمك يا أكرم الأكرمين ويا أرحم الراحمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. صدق الله العلي العظيم. Bir də insanın özündən, öz ixtiyarından aslı olmayan hadisələr qarşısında olan səbrindən gedir ki, bunlar bizdən asıl deyil. Deməli, insanın öz ixtiyarında olan məsələlər var ki, ibadətdir, günahdır. Bunların müqabilində insan səbirli ola bilər, dözümlü ola bilər. Amma hansısa bir müsibət, çətinlik, sıxıntı qarşısında ki, qarşılaşırıq, hər zaman insan evladı bəlalar və imtihanlar qarşısında daima imtihan olunur. Yəni bu dünya imtihan dünyasıdır. İmtihanlar və bəlalar ruhun təkamülü üçündür. Ruhun inkişafı üçündür. Sinə genişliyi üçündür. Yəni necə bayaq zikr olundu, Ələm nəşrah ləkə sədrak. Həzrəti Peyğəmbərimizə o qədər əziyyətlər, müsibətlər, çətinliklər üz verdi. Allah Teala buyurur ki, sənin sinəni biz genişləndirməsəydik, sən yəni başqa insanlar kimi olsaydın, bizim kimi adi insanlar kimi olsaydın, bu qədər müsibətlərin qarşısına dayanmazdın. Heç digər peyğəmbərlər kimi də deyilsən ya peyğəmbər. Sənin köksün çox genişdir. İnsanlara o nöqteyi nəzərdən Həzrət Peyğəmbərimizin rəhməti, şəfqəti bütün insanlığa qarşıydı. Hətta kafirlərə və müşriklərə belə onun şəfqəti var idi. Ürəyi yanırdı ki, bir insan küfr halında, şirk halında bu dünyadan köçməsin. Onun üçün əziyyət idi, əzab idi. Peyğəmbər üçün əzab idi. Bu, köksün genişliyindən xəbər verir. Sinənin genişliyindən xəbər verir. Və mömin də Peyğəmbərinə nümunə götürərək Peyğəmbərindən bu şəkildə daha təmkinli, daha dözümlü və xüsusən bəzi qəzaların qarşısında və hadisələrin qarşısında sinə genişliyi göstərməlidir. Allah Teala'dan da tələb, bizdən istək budur. Həzrəti Peyğəmbərimizdən hədis-i şərifdə buyurur ki, insan müəyyən bir müsibət gördüyü zaman Allah Teala'nın göstərişi əsasında inna lillahi və inna ileyhi raciun desin. Ey Allah və sonra belə dua eləsin. Bu müsibətdə mənə mükafat ver
və mənə bundan daha yaxşısını qismət elə deyə Allah Taala'dan dua eləsin, Allah Taala'dan istəsin. Ümumiyyətlə səbr mövzusu çox genişdir. Deyildiyi kimi hətta insanın digər gözəl xüsusiyyətlərinə, şükranlıq, şükrə, Allahdan razılığa və digər xüsusiyyətləri də özünün təsirini qoyur. Hz. İmam Cəfər Sadiq əleyhissalam Rəcəb ayında elədiyi dualarının birində buyurur, Allahım, səndən sənə şükr edənlərin səbrini diləyirəm. Sənə şükr edənlərin, yəni o kəslər ki, sənə şükr edə bilir, onların səbrini istəyirəm səndən. Kim şükr edir? Allah'ın məsələn çətinlik vaxtında şükr edənlər kimlərdir? Siddiqlərdir, məsumlardır. Bəzən adi insanlar Allah Taala'nın müsibətləri qarşısında şükr edə bilmir. Yəni çətinlik, müsibət baş verir, sadəcə səbr edir, dözür. O mənada dözür ki, bundan başqa edə biləcək başqa bir çarəsi yoxdur. O mənada dözür, səbr edir. Amma şükr edə bilmək, bu artıq üstün bir dərəcədir. Çətinlik müqabilində, sıxıntı müqabilində, bəla müqabilində, imtihan müqabilində şükr edə bilmək, bu möminin artıq bir dərəcə əldə eləməsi üçün fürsətdir, bir dərəcədir və böyük bir dərəcədir. Allah Taala onun müqabilində mükafat vəd edir mömin üçün. Möminlərdən kimə bir bəla üz verdikdə onu səbirlə qarşılayarsa, 1000 şəhidin mükafatını qazanar. Həzrət Peyğəmbərimiz buyurur, 1000 şəhidin. Yəni bir bəlanın müqabilində səbr eləyərsə, 1000 şəhid. Gör, bunu necə müqayisə eləyək? Hər hansı bir bəla qarşılığında bir mömin necə özü də səbr eləyənlərdən olsun ki, düşmən qarşısında canını fəda eləyən şəhiddən üstün olsun. Bu sualı belə cavablandırırlar ki, şəhid aşkar olan, üzbəyüz dayandığı düşmənin hücumuna müqavimət göstərir və bilir ki, burada ya öldürəcək, ya da öldürüləcək, ya şəhid olacaq. Artıq bu düşüncədədir. Bunu bilərək dayanıb və şücaət göstərərək sonunda şəhidlik şərbətini içir və Allah Taala'nın vəd elədiyi əbədi səadətə qovuşur. Amma möminlər həyatın xoşagəlməz hadisələrinə, xəstəliklərə, uğursuzluqlara, yaxınların itkisinə və digər təkrarlanan, sonu gəlməyən bəlalara, sıxıntılara sinə gələrək yaşayır və səbrini, qətiyyətini ömrünün sonuna dək qoruyur. Yəni şəhid bir kərə vuruşur, düzdür, düşmən qarşısında vuruşur, canını fəda edir. Amma bir mömin bitib tükənməyən sıxıntılar, çətinliklər, xəstəliklər, itkilər qarşısında bir ömür yaşayır. Amma o bir ömrü də səbirlə yaşayır, səbatla yaşayır. Allah Taala'ya təvəkküllə yaşayır və inna lillahi və inna ileyhi raciun düşüncəsi ilə yaşayır. Yəni ilahi biz hamımız və bizim malik olduğumuz hər bir şey sənindir və hər şeyin sahibi, maliki sənsən, bizim öz canımızın da dönüşü sənədir, qaydışımız sənədir. Bu düşüncə ilə bir ömür yaşayan mömin deyir ki, 1000 şəhiddən üstündür. Onun səbri 1000 şəhiddən üstündür. Ona görə bu mənada yəni bizlərin, yəni inşallah Allah Taala, yəni sizlərin hər birimizin rastlaşdığı çətinliklər, sıxıntılar müqabilində səbr etməmiz, Allah üçün səbr edib dözməmiz, o ərdəmliklə Allah Taala bizlərə uca bir məqam, dərəcə vəd edir. Bir gün iki şəxs, bir bədəvi müsəlmanlardan olan Ümmü Əqil adlı bir qadının, bir qəbilənin başçısının, xanımının çadırına gəlirlər. Yol gedirdilər, karvanla yol gedirdilər, qonaq düşmək istəyirlər və o qonaqları o xanım öz ev əhli ilə qarşılayır və bu məqamda onun yanına bir nəfər gəlir, çöldən başqa bir bədəvi ərəblərdən biri gəlir, bir xəbər gətirir. Xəbər gətirir ki, köç əsnasında olan bu qəbilənin oğlu dəvənin üstündə gedərkən necə deyirlər, sözə baxmayan dəvə o uşağı çöldə, səhrada olan bir quyuya atır.
Ona yardım gecikdiyinə görə uşaq quyuda vəfat edir. Bu xəbəri xanıma çatdırır, oğlu haqqında. Bu xəbəri, qara xəbəri alan o inanclı qadın təmkinini pozmur. Evində olan qonaqlara ikramı əsirgəmir. Və hətta xəbər gətirən o ərəbə heyvanlardan bir qoyun kəsməyi göstəriş verir. O qoyunun ətini bişirir, təqdim eləyir o qonaqlara və qonaqlar da söhbətdən biraz sonra xəbərdar olur ki, bu evdə belə bir hadisə baş verib, uşaq dünyasını dəyişib. Amma çox təəccüblə xanımın halını pozmamasını, Ümmü Əqilin halını pozmamasına çox təəccüb edirlər. Hər kəs yeməyin yeyəndən sonra xanım yaxınlaşır və deyir ki, aranızda Qur'an-ı Kərimdən yetərincə agah olan varmı soruşur və qonaqlardan biri deyir ki, bəli, mən bilirəm və deyir ki, sonra buyurur ki, xahiş edir ki, Qur'an-ı Kərimdən mənə elə bir ayəti kərimə oxu ki, mənim bu qəmimi, kədərimin üstünə bir sərin su səpsin, təsəlli versin. Və həmin adam deyir ki, mən Bəqərə surəsindən bu ayəti kəriməni oxudum. Bismillahirrahmanirrahim. Və lənəbluvannakum bi şey'in minəl xawfi və vəl-cu'i və naqsin minəl əmvali vəs-səmərati vəl-ənfusi və bəşşiris sabirin ayəsini oxudum. Ki, əlbəttə biz sizi biraz qorxu, biraz aclıq, biraz mal, can, övlad və məhsul qıtlığı ilə imtihana çəkərik. Yəni canla, övladla imtihan edərik, məhsul qıtlığı ilə imtihan edərik. Sonra buyurur ki, ya Rasulum, belə imtihanlara səbr edənləri cənnətlə müjdələ. Yəni səbrin nəticəsi nədir? Allah Teala cənnətlə müjdələnməyin buyurur. Və sonra həmin o ayət, məşhur ayətdir ki, o kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allahınıq və sonda ona tərəf, onun dərgahına qaydacağıq ayəsini oxudum. Sonra deyir, bədəvi ərəb qibləyə dönüb bir neçə rəkət namaz qıldı və Allah Teala'dan belə dua elədi. Dedi ki, Allahım, mən sənin əmrini icra elədim. Səbir və səbatımı qorudum. Sən də mənə verdiyin vədi gerçəkləşdir. Yəni, lütfünü məndən əsirgəmə deyə dua elədi. Yəni, Allah Teala'nın buyurduqlarına imanında yəqinlik olanlar bu cür səbir və səbatla, hətta bir Allah gecindən versin, yəni hər kəsi hifz eləsin. Amma belə bir hadisələrdən də heç birimiz sığortalanmamışıq. Yəni bu hadisələr qarşısında Allah Teala bizdən səbir və səbat gözləyir ki, Allah Teala səbr edənləri və səbirdə şükür edənləri, daha doğrusu bəlada şükür edənlərə böyük vədə verir, böyük mükafat vədə verir və buyurur ki, İnnəmə yuvaffəs sabirun əcruhum bi qeyri hisab. Yalnız dünyada Allah yolunda çətinliklərə səbr edənlərə ahirətdə saysız hesabsız mükafat veriləcəkdir. Saysız hesabsız mükafat verilər. Allah Teala bir bəndəsini sevdikdə onu bəlalara mübtəla eləyər. Həzrət Peyğəmbərimiz buyurur. Bir bəndəni sevəndə onu bəlalarla, fərqli imtihanlarla imtihan eləyər. Məsələn, Həzrət İbrahim əleyhissalam Xəlilullah adını qazanmış. Həzrət İbrahim əleyhissalamın keçdiyi imtihanlar hansı bəşər övladı keçib? Ağır imtihanlar keçdi. Səbr etdiyi təqdirdə onu sevimli bəndəsi seçər, buyurur. Razı olduğu halda isə onu muxlis, yəni xalis, bütün həyatını ona həsr edən ən yaxın bəndələrindən qərar verir. Yəni bir müsibətə səbr eləmək, səbirdən sonraki bir mərhələ o müsibətə, o bəlaya razı olmaq. Yəni əsl, kamil səbir budur. Ona görə səbran cəmilən ayəsinə bəzi müfəssirlər deyirlər ki, səbrən cəmilən odur ki, insan, müsəlman Allah Teala'nın onu imtihan etdiyi bəlaya səbir eləyə və sonra ona razı ola. Böyük alimlərdən biri buyurur ki, Rəbbini sevdiyin halda onun səni bəlalara mübtəla etdiyini görsən, bil ki, o səninlə dostluğu xalisləşdirmək istəyir, səmimiləşdirmək istəyir. Rəbbin səninlə dostluğu biraz da saflaşdırmaq istəyir, biraz da özünə yaxınlaşdırmaq istəyir bəndəsini. Ona görə Həzrət Xanım Fatimə Zəhra salamullah aleyha
səbri böyük olan bir xanımdır. Dinimizdə bizim üçün örnək olan bir xanımdır. Hər birimiz üçün örnək olan bir xanımdır ki, bu qarşılıqlı, yəni özü Allah Taala'dan razı idi. Özü razı idi bütün müsibət və çətinliklərinə görə. Allah Taala da özü ondan razı oldu. Ona görə xanımın isimlərindən biri Raziyədir. Raziyə nədir? Xanım Fatimə Zəhranın özünün Allahdan razı olması. Digər bir ismi Mərziyədir. Mərziyyə sözünün də mənası Allah Taala'nın ondan razı olmasıdır. O Fəcr surəsindəki özünün xüsusi qulu hesab elədiyi qullara aiddir bu ayəti kərimə ki, təfsirində İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, bu Hz. İmam Hüseyin əleyhissalama aiddir. Raziyətən mardiyyə adlandırır. Yəni Hz. İmam Hüseyin əleyhissalam başına gələn Aşura günü, ondan əvvəlki günlər hadisələrə özünün şəhadət olduğu vaxt, artıq atdan yaralanıb düşdüyü vaxt dedi, ilahi rizan bi qəzaq. İlahi sənin bu bəlalarına, bu imtihanlarına mən razıyam. Öz razılığını bildirdi. Allah Taala onu bu ayət-i kərimə ilə belə müjdəliyir. O Allahdan razılığını bildirdi. Radiyə, Allah da ondan razılığını bildirdi. Bəyan elədi. Mardiyyə. Fədxulu fi ibadi. Və mənim qullarımın arasına gir. Ya Əba Abdillah. Bu cür ki, insanın, yəni bir müminin, bir müsəlmanın müsibətlər qarşısında səbirli olub Allahdan razı olması insana bu cür dərəcələr qazandırar. Bir gün Hz. Peyğəmbərimizin sahabələrindən biri Cabir ibn Abdullah Ənsari ömrünün son günlərində, yəni artıq qocalıb 100-dən yuxarı yaşı var, zəifləyib, əldən düşüb, İmam Baqir əleyhissalam ona xəstə yatağında baş çəkir. Cabir belə deyir, buyurur ki, mən qocalığı gənclikdən, xəstəliyi sağlamlıqdan, ölümü isə yaşamaqdan üstün tuturam. İndi İmam Baqir əleyhissalam bizə bunun müqabilində nə dünya görüşü təqdim edir. Cabir buyurur ki, mən qocalığı cavanlıqdan üstün tuturam. Xəstəliyi də sağlamlıqdan üstün tuturam. Ölümü də həyatdan üstün tuturam. Amma imam buyurur, mən isə heç zaman bir halı başqa bir haldan üstün tutmuram. Rəbbim məni qocaldarsa, qocalığı sevərəm. Gənc saxlayarsa, gəncliyi sevərəm. Məni bir xəstəliyə düçar edərsə, xəstəliyə razı olaram. Şəfa bəxş edərsə, sağlamlığa razı olaram, sağlamlıqdan razı qalaram. Həyatıma son vermək istəyərsə, ölümü rəğbətlə qarşılayaram. Ömrümü uzatmaq istədiyi təqdirdə isə, uzun həyatı sevərəm. Bir sözlə, mən Allahın iradəsinə təslim olmağı üstün tutaram. Yəni, hər bir halda Allaha razı olaram, Allaha təslim olaram. Allaha and verir ki, izzətinə, cəlalına bizə imamın bu dünya görüşünü, bu həyata baxışını, səbir, dözüm, mətanət, razılığını bizə bəxş eləsin inşallah. Bu şükrü bizlərə bəxş eləsin. Allah Taala bizlərə çətinliklər, müsibətlər və bəlalar müqabilində üzü ağ, alnı açıq çıxmağı bizlərə nəsib eləsin. Allah'ın verir ki, izzətinə, cəlalına bizə bu yolda öz inayətini və Həzreti Peyğəmbərimiz və paç əhl-i beytinin inayətini bizdən əsirgəməsin inşallah. Dünya çətinlikləri, dünya sıxıntılarından və mənəvi sıxıntılarımızdan xilas olmaq üçün bizə yardımcı olaraq təyin elədiyi zəmanəmizin imamının zuhurunu təcil eləsin. Bizi onunla rabitəmizi pozmasın. Bizim onunla rabitəmizi günü-gündən, əlaqəmizi günü-gündən gücləndirsin və inşallah onun zuhurunu təcil eləsin, onu səhih-səlamət eləsin. Allah Teala bizlərə fərəz inayət eləsin. Allahümme salli ala Muhammedin və ali Muhammed. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar inne şani'eke huvel ebtar. Sadaqallahul aliyyul azim.